Hamıya salam dostlar, Sekodex kanalına xoş gəlmisiniz. Bugünkü videomda mən sizlərə Android-də tapılmış və kifayət qədər high olan və seviyesi 8.8 olan CV haqqında danışacağam ki, bu hansı ki, keçən ay may ayının səhv etmirəmsə birində tapılmışdı. 2026-0073 CV əsasən ADB ilə ADB qoşulma zamanı olan miskonfig zamanı yaranan bir boşluqdur. Deməli, bu videoda mən sizə bacardığım qədər praktiki cəhətdən göstərməyə çalışacağam ki, biz bu boşluğu hansı virtual mühitdə yoxlayıb özümüz experience edə bilərik. Ümid edirəm siz də kanala abunə olub, videomuzu bəyənərək bizə dəstək göstərəcəksiniz. Elə video başlayaq. Deməli, ilk öncə danışaq ki, ADB nədir Android-də? ADB biz Android-də uzaqdan qoşularaq onu idarə etməyimizə müəyyən əmrləri oradan belə deyim, istifadə edib müəyyən bir proseslə yerinə yetirməyimizə bizə kömək olan bir şeydir. Yəni biz məsələn bir Android telefonumuz var. ADB vasitəsilə məsələn bu bizim telefona qoşuluruq, orada müəyyən əməliyyatlar yerinə yetiririk. Əvvəllər bu ADB qoşulmaq üçün ancaq USB-dən istifadə olunurdu. Yəni sən bir telefona qoşulmaq üçün gərək onun USB kompüterə taxıb o cür idarə eləyəsən. Daha sonra insanlar belə deyim, bunun wireless, yəni bunun şəbəkə üzərində olan versiyasını çıxartdılar ki, bu zaman bizə USB ehtiyac yoxdur. Birbaşa internet üzərindən telefona qoşulmuş oluruq. Məsələn, istifadəçi kompüterlə ADB vasitəsilə telefona qoşulan zaman bunlar arasında bir tele handshake baş verir. Yəni bu kompüterdir. Məsəl üçün deyək. Bu da telefondur. Kompüter telefon qoşulanda burada bir dənə tele handshake olur. Handshake də təsdiqləyir ki, okey, göndərən user necə deyim, etibarlı bir userdir, belə deyim. İndi belə olan halda bunun telesin təsdiqlənmə prosesində kod tərəfli. Kod düzgün yazılmadığına görə bu özü gətirib bir boşluq çıxarır. Mən kodda problem nə idi? Deməli, bunların kodlarındakı out.cpp, yəni C++ faylı var idi. Deməli, kod daxilində bu belə baş vermişdi ki, məsələn, bundan əlavə arxa tərəfdə bu tele sertifikatının doğruluğunu yoxlayan bir kod yazılır. Məsələn, bir function var. Function əgər dəyərlər uyğunsa, yəni tele sertifikatda bir-birinə uyğunsa, bizə bir dəyərini qaytarır. Əgər uyğun deyilsə, 0 dəyərini qaytarır. Bir də əgər tele sertifikatların belə deyim, şifrələnmə alqoritmləri üst-üstə düşməyəndə bizə -1 qaytarırdı. Yəni kodun əsas problemi burada gəlib çıxır bizim qarşımıza. Ki, əgər kod tərəfi bizə -1 dəyər qaytaranda bu ACPP bunu true kimi görürdü. Məsələn, out kodunda 1 truedur, 0 false'dur. Bunlar götürüb -1-ə bir dəyər yazmayıb deyə bu -1 də birbaşa true kimi götürürdü. Bunda nə olurdu? Məsələn, götürürdü bir dənə attacker. Məsələn, burada bir dənə attacker deyək. Özünə bir dənə tele sertifikat yaradırdı. Amma şifrələnmə alqoritmi məsələn, normalda olmaz RSA, bu götürüb başqa məsələn agent yaradırdı. AC adlı bir alqoritm var, onunla yaradır. Bu göndərdi bura ADB-yə. ADB baxırdı ki, buna RSA lazımdır, amma buna gələn AC-dir. Yəni bunu istədiyi formatda deyil. Ona görə -1 qaytarırdı. -1 də özlüyündə true verdiyinə görə birbaşa bu ADB-yə remote şəkildə qoşulmuş olurdu. Attacker sadəliyi ilə burada birbaşa telefona qoşulmuş olur uzaqdan. İndi burada ən böyük problemlərdən biri də odur ki, bu atak zero click şəkildə baş verir. Yəni victim tərəfli heç bir şeyə toxunmağına və dəyişməyinə ehtiyac yoxdur. Deməli, bu atakın baş vermək üçün sadəcə olaraq attacker, daha doğrusu victim, öz telefonunda, telefon daxilində wireless debugging, yəni bayaq mənim danışdığım, yəni uzaq şəbəkə vasitəsilə debug olunmağı, wireless debugging. Bunu true etməlidir. Yəni, tək bunu etsə, okey, attacker istənilən şəkildə rahatlıqla gəlib bura qoşula bilər. Bunun zero click olduğuna görə və birbaşa sən RC eləyə bildiyinə görə bunun severity 8.8 veriblər, yəni high dərəcədədir. Yəni boşluq təxmini olaraq bu formadadır. Yəni istədimsə maksimum dərəcədə doğru dildə izah eləməyə çalışım. Deməli, bu boşluğu göstərmək üçün Android Studio'da bir emulator yaratdım. Yəni bir virtual mühit yaratmağa çalışdım ki, praktiki cəhətdən göstərə bilim. İlk öncə telefonumuzu yandıraq buradan. Bunun üçün Pixel 6 və API 13-dən istifadə elədim. Yəni bu Max API 15-ə kimi işləyir. API 16 artıq bu fixləmdir, işlətmək olmuş. Telefon gətirək bura.
Daha sonra bunu eksport etmək üçün GitHub-da belə bir repo var ki, hamınız istifadə edə bilərsiniz. Yəni burada da dediyiniz kimi məsələn izah edir ki, boşluq nədir ki, 1 və 0-dadır. Negative value bizə true qaytardığına görə burada boşluq yaranmış olur. Gəlirik burada ilk öncə bir dənə bu kitabxanasını yükləyirik. Daha sonra belə Python kodumuzu icra etdiririk. Gözləyək telefonumuz açılsın. Aha. İndi ilk öncə nə etməliyik? Bayaq dediyim kimi. Gəlib buradan Android-də wireless debugging-i true eləməliyik. Bunun üçün nə edirik? Gəlirik settings-ə. Settings-ə gələndən sonra burada ən aşağıda about emulated device var. Gəlirik bura. Burada bu nömrəsini 7 və basırıq ki, telefon developer moda keçsin. Yəni bu developer moda salmasaq, həmin ataka eləyə bilmərik. So, artıq telefon developer moddadır. Qaydırıq əvvələ. Yazırıq bura. Wireless debugging. Gəlib bunu buradan true eləyir. Bax gördüyünüz kimi burada USB forması var, bir də wireless var. Yəni problem burada var ancaq USB-də yoxdur. Wireless yandırırıq. Okay. Gəlib içinə baxırıq ki, bu IP-də və bu portda işləyir. İndi gəl bu əmri icra etmək üçün ilk öncə bu portu öz lokalımızdakı həmin porta port forward eləməliyik. Bunun üçün gəl buraya yazırıq ki, adb forward cp portumuz nədir? 42537. 42537 forward elədik. İndi lokalımızda həmin bu IP portda daha doğrusu bu servis işləyir. Gəlirik bura. Bax görə bu kodu necə istifadə edəyik. Gəl buna baxıb öz exploitimizi yazaq. Python 3 POC target type'imiz nədir? Bizim lokalda ona görə 127.001. Portumuz 42537. Daha sonra hansı komand icra edilir? Gəl wma yazaq ki, ən bəsti bu olsun. Yəni, bu qədər yazmaq bəsdir. Yəni, bu böyüdüm. Enter'ə basırıq. Gəldi bizə komandın nəticəsini. Gəlin başqa komand istifadə edəyik. ls gəldi bütün telefon içindəki directory. Yəni, bu qədər bəsitdir bu exploit eləmək. Gördüyünüz kimi user tərəfindən heç bir action ehtiyac da qalmır. Çünki bu özü zero click bir hücumdur. Yəni, sadəcə gəlib kodumuzu istifadə edirik. Bizim həmin porta öz lokalımıza port forward eləyirik. Daha sonra buna istədiyimiz əmri verib onun nəticəsini alırıq. İndi hal-hazırda bu boşluq fix olunub. Bu fixi necə elədilər? Çox bəsit şəkildə. Gəlib bu -1 dəyərinə true vermədilər, yəni məntiqən. Bunu da false dəyər kimi götürdülər. Yəni sən burada edge yox, hər hansı bir şifrələnmə alqoritmindən TLS sertifikatı yaradıb göndərsən də bu yenə sənə -1 qaytarır. -1 də sənin false olaraq bura gəlir. Yəni təxminən atak senaryosu bu formadadır. Video bu qədər idi. Ümid edirəm sizə maraqlı oldu. Mən özüm də bu boşluğu tam bilmirdim. Gedib araşdırdım. Tam olaraq necə işlədiyini anlamaya çalışıb sizə video çəkdim bu haqda. İndi başqa video fikirləriniz varsa, ya başqa istədiyiniz mövzular varsa, yorumlarda yaza bilərsiniz ki, biz də bacardığımız qədər bu haqda videolar çəkməyə çalışırıq. Hər hansı bir maraqlı yeni bir CV olsun, yaxud da ki, bir təhlükəsizlik boşluğu olsun. Siz sadəcə yorumlara yazın, biz bacardığımız qədər çəkməyə çalışırıq. Video bu qədər idi. Ümid edirəm hamınıza yararlı olar. Sağ olun, görüşənədək.